müstəqil və azad olmaq hansı çərçivə daxilindədir? Yalnız məsuliyyət anlayışının dərki ilə gəlir. Məsuliyyətsiz azadlıq və müstəqillik yoxdur. Hansı daha təhlükəlidir? Cahil olmaqmı, avam olmaqmı, yoxsa cahil avam olmaq daha təhlükəlidir? Bəzi insanlar var, hansı təkəbbürlü insandır, o qədər belə düşüncəsini, ağlını o təkəbbür örtür ki, o egoist olduğunu dərk edəmir. Eqolu adam içdiyi qaba tüpürən düzür istəyirəm. Amma onların hirsi də ondan gəlir ki, siz nə deyirsiniz axı? Siz nə həyat qurmusunuz ki, bizi hara çağırırsınız? İndi bir nəfər bir dinə gəlir, bütün qohumlarını bezdirir, hamıya ağıl öyrədir, bu halaldır, bu haramdır. Onlar nə tər bizə uşaqlıqda yaşamağı öyrədirdilər. Yaşlı vaxtımızda da bizə ölməyi öyrədirlər. Və ölümdən işıq gəlir adam. Bunlar ölümü görür. İnsan üzü çox həssasdır. Nəyi görsə o dəqiqə yansıdır, əks etdirir özündə. Deyirlər ki, Allahı niyə bunlar görmür və bunun ucunda xoşbəxtlik görməyən və dərhal depressiyaya düşən insanlar və bu dünyanın içində ədalətini axtarır. Bu dünyada ədaləti axtaran adam axmaq adamdır. Bu dünyada ədaləti yaradan adam müdrik adamdır. İnsandan heç vaxt yaxşılıq gözləməyə ehtiyac yoxdur. Halbuki illərlə ona yaxşılıq eləyə bilərsən və ya illərlə yaxşılıq gözlədiyin insan sənə anidən pislik də edə bilər. İbadət ancaq xeyir əmələ söykənirsə sağlam bitir ibadət ağacı.